Mən İradə xanım, Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyinin direktoruyam və hazırda bugün istədim ki, sizinlə Laçın torpağında, Laçın elində, öz elimizdə, öz obamızda Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi ilə əməkdaşlıq dəstək nəticəsində Laçında bir çox görüşlər keçirək. Mən də bu görüşlərin məğzu olaraq düşündüm ki, Laçında bir çox bizim bacarıqlı xanımlarımız var. Adım bu cürə seçdim görüşümüzün. Regionlarda qadınların peşə inkişafı proqramına dəstək. Biz görək peşə inkişafına dəstək məqsədi ilə hansı işləri görə bilərik. Laçında qayıdış olmuş regionlar kimi bir çox inkişaf etmiş müəssisələr yaradılıb. Xüsusilə naxış tikiş evidir, ayaqqabı fabrikidir, gilabidir. Bununla yanaşı yeni yurt qaleriya mərkəzidir. Can Laçın bizim gilabi yeri var, Can Laçın məhsulları var və bunların hamısı sahibkar xanımların hər birinə aid etmək mümkündür. Buna görə də biz deyirik ki, xüsusilə Laçında yaşayan xanımlarımızın sahibkarlığa münasibətini bilək və onların hansı sahədə bacarıqları var, bu gün biz onları aşkar edək. Və onlar aşkar olunduqdan sonra mən əminəm ki, gələcəkdə bizim bu toplantıların, bu görüşlərin məqsədi nəticə ilə yekunlaşsın. Bu yekun da ondan ibarətdir ki, biz müzakirələrimizdə özümüz təqdim eləyərik ki, kim nə bacarır? Bacarıqlarımız var və bu potensialı olan insanların hər birinin yüksək səviyyədə bacarığı var. Kimisi aşpazlıqla yüksək nailiyyət əldə edir, kimisi şirniyyat bişirməklə, çörək bişirməklə, dərziliklə və digər məhsulların satışı ilə hər bir sahədə məşğuldur. Həvva xanım kimi şokolad məhsullarıdır ki, ev məhsulları var. İndi bugün sizə onu da təqdim eləyəcəm. Çox gözəl bir məhsul əldə eləmişik. Yəni bunlara baxanda düşünürsən ki, biz qadınlar nəyə görə pasiv oturmalıyıq? Öz potensialımızı aşkarlamalıyıq və onu biz hər yerdə təbliğ etməliyik. Bu günləri evlərdə pişirilən şirniyyatlar var. O şirniyyatlar nəyə görə hardasa evdə yatıb qalmalıdır? Biz onun satışını təşkil etməliyik. Ən azından əlimizdə olan məhsulları Təminə xanım, harası satışların təmin etməliyik ki, bizdə sahibkarlar, böyük sahibkarlar və kiçik sahibkarlar var. Həmin sahibkarlıqla bağlı onlar öz məlumatlarını hər yerə yaya bilsinlər. Və mütəmadi olaraq biz bunun da satışın özümüz, hamımız birlikdə gücümüzü cəmləşdirib və satışını edə bilərik. Mən istərəm bundan əlavə sizlə onu da bölüşüm ki, müxtəlif sahələr var ki, qadın sahibkarlar öz bacarıqlarını üzə çıxardıblar, amma satışın bacarırlar. Biz öz müzakirəmizdə bunu da geniş şəkildə təbliğ eləyərik, müzakirə apararıq və qrup şəklində müzakirəmizi apararıq ki, biz bunun satışını necə eləyə bilərik və biz bunları necə əldə eləyə bilərik ki, harda sataq, necə sataq. Ola bilər ki, qayıdış olan regionlara biz öz məhsullarımızı aparıb vermiş ola bilərik. Əlimizə gələn gəlirimiz varsa, o gəliri biz necə idarə edə bilərik? Bu günləri 5 manatlıq çörək satmışıqsa, onu biz xərcləməli deyilik. Onu necə biz toplanması, yığılması və onun necə həyata keçirilməsi bizim iş prinsipimizdən ibarət olmalıdır. Sonra bizim bəzən də çətinliklərimiz olur. Uşaqlarımızın görürsən ki, təhsil sahəsində hardasa zəifliyi olar. Düzdür, məktəblərimiz var, orta məktəb var, müəssisələrimiz var. Yüksək səviyyədə təhsilimiz var, müəllimlərimiz hər biri yüksək səviyyədə dərs keçirlər. Amma uşaqlarımızın daha çox inkişaf etməsi üçün hansısa bir mərkəzlər yaratmaq olar. Kurslar açmaq olar. Bu da sahibkarlığın bir növüdür. Yer götürmək olar, müəllimləri icarə götürmək olar, yeri icarə götürmək olar ki, daha da çox inkişaf edə bilək. Bu inkişaf da nədən asılıdır? Bunlar bizdən asılıdır. Buradan baxırıq, Reyhan xanımın qabiliyyəti var, Leyla xanımı var, Şəhla xanımın, Ziba xanımın, Yuxsarə xanımın, Nəsibə xanımın, Təminə xanımın, yəni Mirvari xanımın hər birinin fərdi qaydada bacarığı var. Amma bu bacarığı biz necə eləməliyik ki, bunu biz daha çox inkişaf etdirək. Və biz ilk növbədə qadınlarımızla görüşəndə
Bəzi qadınlarımızın ailələrində də biz olduq, görüşdük. Düzdür, o qadınlardan bəziləri burada, bəziləri yox. O xanımlarımız öz istək və arzularını belə bildirdilər ki, biz arzu edirik qayıdış olan regionlarda, rayonlarda, xüsusilə də Laçında bizlərə hər hansı bir istiqamət verilsin. Bugün biz hansısa bir məhsulla, ticarətlə məşğuluqsa, satışımız hansı səviyyədə aparılsa daha gözəl olar. Tikişimiz, naxışımız, bəzəyimiz, əl işlərimiz var. Bunları biz hansı qaydada aparsaq daha gözəl olar. Bayram gəlir, Novruz bayramında hamımız arzu edirik ki, ay Allah, görəsən hansı xanım bu işi gözəl bacarır və hansı xanım bu şirniyyatları bizə növ-növ, müxtəlif sahədə təbliğ etməyə dəstək olar və bizim yeməyimizə, hətta süfrəmizin bəzəyi üçün biz onlardan istifadə eləməliyik. Məhz buna görə də biz bu günləri düşündük ki, özümüz bir araya gələk. Yəni burada hamımız birik, gücümüz də birdir, əməlimiz də zaten birdir. Çalışmalıyıq ki, görülən işləri həyata keçirmək üçün nəzərdən keçirdək. Görək kimlər nəyi bacarır. Məsələn, bu sahədə çox danışmaq olar. Mən ona görə çox danışmaq istəmirəm ki, bizim burada müstəqil şəkildə qadınlarımızın gördüyü işləri hər yerə çatdıra bilək. Agentliklər var, MMC-lər var, nazirliklər var, bu günləri məşğulluq var. Sosial Nazirliyin nəzdində digər müəssisələrin yaradılması üçün məşğulluğa aid bir çoxlarına avadanlıqlar verilir. Düzdürmü? Bu da xüsusilə ayrılır. Hansı ki, qayıdış olan regionlarımız var. Həmin regionlarda ailələrə, qadınlara, gənclərə verilsin və o gənclərimiz yorulmadan öz peşə bacarıqlarını aşkarlaya bilsinlər. Baxın, bəzən elə sahə olur ki, o sahədə insanlar tənbəlləşir. Reyhan xanımın bacardığı tikişi heç kim bacarmır. Reyhan xanımın bacardığı şirniyyatı heç kim bacarmır. Amma onların özlərinin müxtəlif zövqü var. Biri onu qeyri düşüncədə təbliğ etmək üçün, satış etmək üçün bəzək verir. Reyhan xanım öz tikişləri ilə, Ziba xanım öz tikişləri ilə məsələn, bunları başqa cür təbliğ edir və sonda görürsən ki, hə, biz istədiyimiz nöqtəyə gəlib çatmışıq. Və nəyə görə biz bu günləri Nicat bəy burada Məscan Laçın adlanan bir məkanda toplaşmışıq? Çünki bizim xanımlarımız öz əl işlərini xüsusilə evlərində satış edirlər, evlərində təbliğ edirlər, amma onlar kənara çıxışı bilmirlər. Bu günləri bizə qapısını açan Can Laçın obyektinin, bu müəssisənin, bu gözəl çay evinin sahibəsi Nigar xanıma dərin təşəkkürümü bildirirəm ki, Nigar xanım öz zövqü ilə bəzədilmiş belə bir məkanda bizə yer verdi. Hətta bizə belə bir məsləhət verdi ki, istərsiniz təbiət qoynunda, istərsiniz məkan olaraq içəridə, siz özünüz gəlin xanımlarımızla necə istəyirsiniz, o cürə görüşlərinizi keçirdin. Hətta bacarıqlı xanımlara hər hansı dəstək ola bilərsə, o xanımlara dəstək olmağı belə Nigar xanım da öhdəsinə götürür. Və bizim Laçınımızın nə qədər məhsulları var, sadalamaqla qutarmaz. Bizim bir neçə növdən ibarət kəhli otlarımız var. Sonra başqa nə tərəvəzlərimiz var, digər meyvələrimiz var, güllərimiz var, bitkilərimiz var. Sonra bundan başqa çaşırımız var. Çaşır, bax xüsusilə çaşırımız var. Baldırğanımız var. Deməli bu məhsulların içərisində biz indi sonralar bunların hamısının açıqlamasını sizə verəcəm mən. Sonra naxışlarımızla məşğul olan naxış seximiz var, tikiş seximiz var və müəyyən kiçik sahibkarlarımız var. Onlar da bugün buradadır. Mən onlar haqqında sizə məlumat verəcəm ki, onlar artıq balaca bir müəssisə kimi yaradıblar və insanlara xidmət göstərirlər. Gözəllik salonlarımız var. Bugün gözəllik salonlarında işləyən xanımlarımız var. Sonra bizim xanımlar üçün, uşaqlarımız üçün, gənclərimiz üçün satışa çıxarılan gigiyenik məhsullarımız var.
sanitar qaydalarına uyğun digər məhsullarımız var. Ətriyyat növlərimiz var, sabunlarımız var. Bunların hamısı Laçının məhsullarıdır və onların satışlarını da burada təbliğ edən, gözəllik sahəsində bir çox insanlar var. İndi onlar haqqında mən məlumat verəcəm. Digər satışlar haqqında da məşğul olan digər xanımlarımız var. Və bu gün mən çox şanslıyam ki, sizlər buradasınız və mənlə bərabər biz birlikdə həmin bu müzakirələrdə qeyd edəcək ki, kimlər nə bacarır. Və gələcəkdə görəcək ki, doğrudan da sahibkar qadınlara hansı sahədə dəstək olmaq mümkündür. İlk növbədə istəyərdim, həmişə xanımlarımızın gözəlliyinə xüsusi dəstək olur və xanımlarımızın gözəl görünməsi üçün sahibkar kiçik bizneslə məşğul olan və öz obyekti müəssisəsini quran Nəsibə xanım buradadır. İstərdim ki, Nəsibə xanım da kiçik bir haşiyə çıxsın ki, insanları necə cəlb etmişsiniz ora? Onun dəvət etmə PR qabiliyyəti də var. İnanırsınız ki, onun bəzən Instagram səhifəsində, TikTok səhifəsində mən izləyəndə Instagramda bəli, onu idarə edənlər var. Nəsibə xanımın özü zəifdir onu paylaşmaqda. Bəli, amma digər ona dəstək olan xanımlar sağ olsun ki, Nəsibə xanımın PR-ını aparmaqda dəstəkçidirlər. Və arzu edirəm bu gündən sonra onlar öz belə gözəl təşəbbüsün Laçın xanımlarına göstərsinlər. Sonra istərdim Şəhla xanım ilk Laçına köçən sakinlərdəndir. Ticari baxımdan sahibkar kimi artıq işin qurub və gözəl də satışı var. Şəxsən mən özüm oradan digər insanları da yönətmişəm. Laçın üçün əl çatan məhsullar, avadanlıqlar, əşyalar məhz Şəhla xanımın mağazasındadır. Bugün Şəhla xanımın o qədər bizlə söhbət eləyəndə gözəl məsləhətləri olub ki, xanımlarımız hansı addım atanda necə gəlir əldə edə bilər. Eləmi Şəhla xanım? Siz hansı qaydada məsələn insanları cəlb eləməyi özünüzə borc bilirsiniz və neçə ildir bu təşəbbüslə Laçındasınız? Çox sağ olun. Belə bir toplantı yaratdığınız üçün sizə minnətdarlığımızı bildiririk. Biz də inşallah Laçının böyüsün, gözəl mağazalar tikilsin. Düzdür, biz bir kiçik bir müəssisədə işləyirik. Çox sağ olsun, Allah təala insanlarımıza nə bilim dəyməsin, toxunmasın. Hamı gəlsin, öz yurdumuzda, yuvamızda yaşayaq. Ondan da gözəl bir biznes quraq, ondan da gözəl bir işlər görək. İnşallah Allah təala hamıya qismət eləsin. İnşallah. Bunun özü də bir gözəl təşəbbüsdür. Leyla xanımın hardasa hazırladığı xörəkləri, yeməkləri biz gedib görəndə özümüz də zövqlə onun dadını almışıq ki, nə gözəl ki, Leyla xanım buradadır, Laçındadır və insanlara xidmət göstərə bilər. Leyla xanım, siz neçə ildir bu işlə məşğulsuz və neçə ildir artıq Laçına köçəndən? Həyat tərzi biraz çətin olub deyimən. Demək olar hər işlə məşğul olmuşam. Mağazində işlətmişəm, sahədə göyərtidə bağlamışam, həyətində heyvan da saxlamışam. Aşpazlıqla da məşğulum, amma aşpazlıqla demək olar sırf 12 ildir məşğulum. Bakıda böyük restoranlarda işləmişəm. İndi də burada gələndən sözüncə bizim öz yerimizdə bizə, öz qadınlarımıza rahat yer vermirlər. Çünki restoranlarımız özümüzünkilərin deyil. Özümüzünkilərə, bunu da qeyd eləyək ki, indi ora düşdük ki, bizim özümüzünkilərə qeyd eləmirlər. Şəxsən mən evdə hazırladığım xəmir məhsullarını, xəngəlləri, sortlarını gətirirəm, mən verirəm 60 qəpiyə, təmiz öz əlimdən çıxmış məhsulla. Götürmür deyir, mən Bakıdan gətirirəm. Nəyə görə? Onda mən burada nəyə gəlib oturmuşam? Sən Bakıdan gətirirdinsə bu məhsulu və burada Laçında nə ilə məşğul olmalıdır? Baxın, görün nə gözəl haşiyə çıxdı Reyhan xanım, düzdürmü? Hamısını qıraqdan gələnlərə elədi. Ən yaxşı işləri belə götürəndə biz indi bunu hamımıza bütün nümayəndəliyə də çatdırmalıyıq, böyüklərimizə də çatdırmalıyıq. Mən dinməyim, ayıbdır, o dinməsin, ayıbdır, ayıb söhbəti yoxdur. Ayıb odur ki, mən ac olum, gedim kimdənsə kənardan pul istəyim, çörək istəyim. Amma bizim öz qadınlarımıza, öz işçilərimizə, öz işçi qüvvəmizə üstünlük verilsin Laçında. Təşəkkür edirəm. Baxın, Ancaq bizə nə istəyirlər? Mən aşpazım, gəlmişəm, məni xadimə götürür. Deyir, yox, Laçında aşpaz işləyə bilməz. Nəyə görə?
Mən öz yerimdə xadiməlik xadimə də işləmişəm, hər şey eləmişəm. Onu mən ayıb bilmirəm. O insan öz çörəyini qazanmaq üçün hər əziyyətə qatlaşa bilər. Onu mən ayıb bilmirəm. Ancaq mən aşpaz olurlar gəlib kimisi əlinin altında qab yumalıyım. Deyir yox, Laçını işləyə bilməz. Nəyə görə? Çünki bizim özümüz gətirib bütün burada hər yerə kənardan gələnləri yuxarı başa çıxartmışıq. Biz də gedib kənarda yaşamışıq, onlar da bizə üstünlük verib. Üstünlük verdikləri vaxt olub, alçaltdıqları vaxt olub, onun hamısını yaşamışıq. Biz məcburi köçkün. Hə, o həyatı yaşamışıq. Qaçqın deyiblər. Hə, ancaq ki bizə bugünkü gündə bura gələn vətəndaş işləməlidir. Sən sonra artıq qalanına kənardan gətir. Baxın, elə bir gözəl mövzuya toxundunuz ki, Leyla xanım, həqiqət budur. Bilirsiniz necə? Bəzən biz məcburi köçkünlük həyatının ən ağır günlərini yaşamışıq. Elə regionlarda yaşamışıq ki, doğrudan da çətin olub bizlər üçün. Hansısa bir işi qurmaq, hansısa bir yerdə işləmək. Hətta müəllimlərimiz, həkimlərimiz, ziyalılarımız iş tapmayanda məcbur olublar evdə nəsə hazırlasınlar, onu satışa çıxarsınlar. Amma bu gün çox şükürlər olsun ki, yerimizdəyik, vətənimizdəyik və söylənilən həqiqətlər nədirsə, bu həqiqətləri biz də hardasa, bax bu birliyimizin sayəsində təbliğ eləyə bilərik. Məsləhət verə bilərik, yerlərə yönəldə bilərik. Sabahları Reyhan xanım bir dənə şirniyyat sexi açıbdırsa, görün burada neçə nəfər şirniyyat bacaran var. Şəlalə xanım var, Sevil xanım var, Leyla xanım var, Qəşəng xanım var. Bunların hamısı, Həvva xanım var. Yəni bunların hamısının gözəl-gözəl məhsullarını biz birlikdə sata bilərik, yeyə bilərik, istifadə edə bilərik. Məhz buna görə də digər məhsullar da, bax görürsünüz Laçında söylədiyim kimi, akasiya ağacından tutmuş çiçəklərimizə qədər, kompotlarımıza qədər, mürəbbələrimizə qədər, turşularımıza qədər, Laçın qoynunda, Laçının ucqar kəndlərində yerləşən bütün bitkilərimizdən belə artıq yığılıb qablaşdırılır və satışa çıxarılır. Bu bizim müsbətimizdir. Gəlin bundan sonra evlərimizdə hansı ki yüksək keyfiyyətdə çörəklər pişirilir, xələl çörəyi pişirilir, təndir çörəkləri pişirilir, obyektlər var. Həmin obyektlərdə yaradılmış məhsulları, çörəkləri satışa çıxarda bilək. Məsələn, Mirvari xanımdır, Aytəkin xanımdır. Elə bir yüksək səviyyədə çörək sexində işləmək üçün bacarıqları var ki, Sevda xanımdır. Sevda xanım özü burada yoxdur, amma bildiyim qədər gözəl almışıq da istifadə eləmişik. Gözəl çörəkləri var, çörək məhsulları var, xəmir məhsulları var. Ziba xanımın özüdür. İnanırsınız, bəzən də bizim obyektimiz olmadan, bizim yerimiz olmadan adi evimizdə olan kiçik sobalardan belə istifadə edirik. Düzdür, Rəbsarə xanım? Onların hamısını biz az da olsa satışa çıxarsaq nə gözəl olar. Gözəllikdən danışdıq bayaqları. Nəsbə xanımı dedim, kiçik bir sahibkar kimi. Rüsarə xanımın özü də kiçik bir sahibkar kimi fəaliyyətdə idi. Düzdür, indi bu sahədən kənarlaşıb. Amma onun da gözəl bir əməlləri var, bacarıqları var. Bu günləri hər hansı bir gözəl işləri görəndə o onu reklam eləyə bilmir. Amma biz sabahları birlikdə olsaq, bacarıqları aşkar eləyərik, üzə çıxardarıq. Ramilə xanımın özü, Reyhan xanımın özü gözəl əl qabiliyyəti var, yemək baxımından. Sabahları Reyhan xanımın bir obyekti olsa, yeri olsa, işlədiyi müəssisədən əlavə şənbə, bazar günü olar. Laçınlar üçün xüsusi nəsə hazırlayar. Bu gün elə bir qidalarımız var ki, onu Ziba xanımda, Leyla xanımda, Reyhan xanımda hazırlayar və onu təbliğ eləyər. Təminə xanım buradadır. Təminə xanımın deməli müəyyən kiçik sahibkar kimi fəaliyyətindən çox xoşum gəlir. İnanırsınız ki, Təminə xanım həmi WhatsApp üzərindən mən xüsusilə görürəm, digər sahədə bilmirəm harda var. Və onunla biz görüşmələr eləyəndə, soruşanda, onun satışını görəndə, Qəşəng xanımın da həmçinin, bu hər iki xanımın əl işlərini görəndə ki, bunlar bizim üçün, xanımlar üçün gigiyenik məhsulların satışıdır, ətriyyatın satışıdır, şampunların. Bugün uşaqlarımız üçün hansı keyfiyyətli məhsul almalıyıq? O məhsulların satışına görə biz həmin sahibkar xanımlara müraciət eləməliyik belə. Dərzilərimiz var burada, xüsusilə bacarıqları olan, düzdür, Zibə xanımın da xüsusi bacarığı var, Nəzakət xanımın da, Reyhan xanım buradadır. Reyhan xanıma mən bir dənə sual verəcəm, düzdür, Reyhan xanım da danışmaq istəyir. Amma o qədər yüksək səviyyədə
gedəndə yanına belə izahat verir, gedəndə yanına belə o əl işlərini mən görmüşəm. Hətta paltarlarımızın yeni bir köhnə paltara aparırsan, o yeni bir modelə salıb sizə təqdim eləyir və hərbiçilərimizə dəstək olur. Yeri gələndə digər sərhəd qoşunlarına, polislərimizin bir təcili paltara, təcili yardım. bəli, Anamanisçiləridir. nə gözəl, bax görürsünüz Elmira xanım. Bəli, var. Həddindən artıq çox gözəl. çox tələbatımız var. Polislərdir. Bəli. Neçə ildir burada siz Laçına köçəndə fəaliyyətdəsiniz? Bəli. Amma yox, 18 yaşımdan bu fəaliyyətdəyim. Sənaye pedaqojluğunu qurtarmışam, peşə məktəbinin müəlliməsiyəm. Bəli. Laçının dövründə, qaçqınçılıqda 24 yaşında qaçqın düşdüm. Elə Bəli. peşə məktəbində müəllimə idim. Sənaye pedaqojluğunu qurtarmışam. Bəli. Amma Bəli. bu peşəni o qədər sevirdim ki, peşə təhsilimi artırdım. Nə gözəl. Bakıya da gedəndə elə böyük sexlərdə staj işlədim, 12 il, 14 il. Sonra özümün kiçik müəssisəm oldu, kiçik Bakıda fəaliyyət göstərdim. Elə qaçqın düşənəcən Bakıda elə kiçik müəssisəmi işlədirdim, tikiş sexini. Amma özümün yetişdiyim tələbələr, qohumlarım da öz yanımda işləyirdilər. İndi inşallah arzu eləyirəm ki, Laçında böyük bir sex açılsın. Mən də onunla müqaviləyə bağlıyım. Kəsilmiş malları götürüb bütün dərziliyi bazaran, tikişi bazaran xanımları yönəldim seximi. Nə gözəl. Bilmədiyimi də onlara öyrədim. İndi də çox sevinirəm də burada məni tanıyan xanımlarımız var. İnşallah yavaş-yavaş da tanıyırım. Əlbəttə tanınırsınız. Elə hərbiçim olur ki, gecə saat 10-da paltarı cırılıb qalıb belə. Mən gecə saat 10 üçün gedirəm, o sex açıram, onların o paltarını tikirəm. Geydirəm, mənimlə göndərirəm. Halal Bax olsun. onu hamı. Yəni burada deyil. Onu hamı bilir ki, hərbiçilər mənim zəif nöqtəmdir və biz burada şəhidlərimizə görə buradayıq. Hərbiçilərimizə görə buradayıq. Sizin şəhidinizin, digər Bizim də şəhidlərimizin şəhidimiz, siz özünüz olması üçün Bəli. duyursunuz. Allah Onlar rəhmət canları. eylesin. O bizim də şəhidimizdir Reyhan Bəli, xanım. bəli. İnan, indi şükür hamısı evli, eşikli. Ana yenə o kəsir yerləri var. Bizim burada şəhid ailələrimizin Bəli, bəli. övladları, bacıları var burada. İstəmədim ki, birinci kövrələsiz. Həqiqət belədir. Bizim burada şəhid Onlara ailəmizdən olan Sevil xanım da buradadır. Nəbi qardaşımıza da Allah rəhmət eləsin. Reyhan bacı burada. Bəli. Bütün Əmim şəhidlər, oğlu, əmsi hamısı oğlu da, mənim öz digər balalarım. hamımızın Hamısı mənim şəhididir. doğmalarımdır. Heç Bəli, seçmədim. yox, əsla seçmədim. Və o şəhidlərin adına qurulmuş plakatlara belə biz gedib ehtiramla baxanda, onların ruhları qarşısında hər birimiz baş əyirik və inanıram ki, yenə deyirəm, bu torpağa biz qədəmlərimizi basdıqca hər birimiz deyirik, sizin canınız, qanınız bahasına alınmış torpaqlarınıza qurban olaq, sizin qanınıza qurban olaq. Bilirsiniz bunları biz niyə deyirik? Çünki ayağımızı rahat şəkildə biz yerə, torpaqlara basa bilirik. Ona görə Reyhan xanım, sizin də bu əməliniz, bu işiniz mükəmməldir və yenə söylədiyim kimi istəyərəm ki, bir balaca bizim digər Reyhan xanım da o necə ki evdə gözəl məhsullar hazırlayır, ərsəyə gətirir. İnansız Reyhan xanım, bayramda alınmış o şəkərbula, paxlava bizim övladlarımızın, uşaqlarımızın şəxsən mən bacarmıram, yalandan danışa bilmərəm. Mən bu dəqiqə hardasa şəkərbula bişirəm, paxlava bişirəm, yox. Götürərəm, naxışlayarım, eləyərəm, onu bişirirəm. Bunu deyim ki, gəncliyimdə eləmişəm, ən gözəlim. Amma zamanla insan bəlkə də deyirəm, işlə bağlı olub, ola bilsin ki, həyat tərzim başqa olubdur, yaşamam, ya səhhətim əl verməyib, bunları etməmişəm. Sınıfda o qədər əziyyət çəkmişik ki, elə deyir ki, uşağımızı gecə yatırsılıb işə getmişik ki, günüz onlarla məşğul olaq da, yəni hər sahədə işləmişəm. Yəni qıfnada işləmişəm, sonra şirniyyat sınıfında işləmişəm. Yəni bu sənəti belə öyrənmişəm. Hə, indi də ki, çox şükür, burada məşğulluqdan avadanlıq da almışam, yer də almışam. Amma satış eləyə bilmirəm deyə. Düzdür, dəstək olan xanımlarımız çoxdur. Nəsibə xanım da mənə klient göndərir, Təranə xanım da mənə klient göndərir. Yəni onlar qalıcı klientlərimdir. Həmişə məndən elə bir şirniyyat alırlar. Amma satışı böyük eləyə bilmirik. Ona görə də işləyə bilmirik. Ben de araştırdım, sonra Zərfə xanım dedi ki, xanım göndərəcək, Reyhan xanım göndərəcək. Yəni biz şirniyyatımızı bu cürə satışını eləyə bilərik. Kişilərimiz belə bizim irəli aparmaz, ayağa qaldırmaz.
bütün hamının hər bir işi, hər kəsin adi bir dənə toyuğu belə satılsa, onu paylaşır Laçın qrupunda, hamısını eləyir ki, bir növ elə ki bizim qadınlara Heç mən şey deməmişəm, verir, yenə hə. mən də paylaşdım. Bizim burada ziyalı xanımlarımız da var. Hər biriniz inanın ki, o qədər necə deyim, elə bir təbəqədəsiz ki, Uşaqlıqdan sonra bizim müəllimdə Allah ömür versin. Sizə yaradılmış bir şərait var orada. Siz əl işlərinizi orada nümunə kimi göstərirsiniz, değil mi? Bunun satışı necə təmsil edirsiniz, necə təşkil edirsiniz siz? Əvvəldən danışaram burada. Ateşin xanım, Mirvari xanım, deməli, bir dəfə getmişəm bu çörəyə. Baxıram ki, bəzi çörəklər qara çörəkdir, bəziləri küncütlüdür, bəziləri bilmirəm, halqavaridir, bəziləri uzun sovdur. Yəni mən bunların adını bilmədim. Ateşin xanım orada çörəklərin adı ilə mənə təqdim elədi. İndi düz onun hamısını bu dəqiqə açıqlama verəm. Deyir, bu kürək üçün yaradılmışdır. Bu peç üçün, soba üçün yaradılıbdır. Və çalışdım TikTok səhifəmdə, Instagramda. Onların hansı ki bir paylaşımı var, onu paylaşdım. Və Nəzakət xanımın əl işləri, toxuculuqla olan məhsulları var. Onlarda mən sizə nümunə göstərəcəm başqa bir gün. İnanın ki, bütün kitabların üzərinə şərflər, çiyinlərimizə asma, hörmət, yaylıqlar. Bunları görmüşəm, xoşum gəlir ki, ay Allah, necə bizim xanımlarımız var, necə bunu bacarır və satışı yoxdur. Təzə gəlmişəm, düzdür, işsizəm. Nə bilim, yarı burada qaldıq, yarı Sumqayıtda, tam yerləşməmişik. Məcburən. Bəli, uşaqlarım ali savadlıdır, işsizdir. Ona görə məcburuq ki, gedək elə bir ki, qışı orada, yayı burada. Mən onu iş tapa bilmirəm bu uşaq. Özüm də yandım deyim ki, Gənclər də nəsə bir işlə məşğul olsunlar, əyləncələr olmalıdır. Gənclərimiz qaçır. Niyə? Çünki yoxdur. Siz onlar üçün nəsə qrupu yaratmalıyıq ki, gənclərimiz qaçmasın. Amma siz təsəvvür eləyin, şokolad sexlərinə gedirsən, hansı məhsullardan necə istifadə eləyirlər, biz onu bilmirik. Yenə də sağ olsunlar, Azərbaycanda məhsullar var. Alırıq dönə-dönə də uşaqlarımıza da yedizdirik özümüzdə. Həvva xanım özü danışacaq, amma siz inanın ki, mən bu məhsulu görəndə, mən sevindim. Çətinliklə böyütmüşəm. Atalar 46 yaşında rəhmətə getdi. Özüm 42 yaşım var idi. Ölənlərinizə rəhmət olsun. Yəni özüm öz ayağımın üstündə durub uşaqlarımı böyütmüşəm. İndi hamısı Allaha şükür ev-eşik yəsidir. Bazara qalanda özünü tərifləmək olmasın. Böyründəki deyə bilər. O, nə bilim, əlimdən gəlməyən iş yoxdur. Şirniyyat sevirəm. O pişi ev işlərin, kuxna işin, mətbəx işin, hər şeyi sevirəm. Hər şey həvəsim var. Bəli. Bax, Həvva xanım, o gözəllik odur. Bilirsiniz nəyə görə mən onu vurğuladım ilk öncə? Gənc qızımız da var, Təminə xanım. Deyir, buyurun. Uşağım var. Sevirəm kuxna işin. Bəli. Bax, mən belə danışmaqla sizi yormuram ki. Emrə xanımın özü yüksək səviyyədə intellektual bir xanımdır. Tibb sahəsində bizim həkimimizdir, çox gözəl. Tamam. Ancaq sırf anamla Bəli, sırf belə anamanın işində görün, ən çətin bir peşənin bir sahibəsidir. ikinci peşədə də istəyirəm burada imkan olarsa inkişaf elətdirmək, işləmək. Bu istəyirəm, biraz Azərbaycanı yaxşı. Xoşdur, buyurun, buyurun. İnşallah olar, işləyərik. Ən gözəl. Baxın, Emrə xanımı ona görə mən deyirəm. Biz onun evində olmuşuq həqiqətən də. Yəni mən də öz qızım kimi baxıram. Qonağı hörmətlə qarşılamağı çox qadın bilir. Sizin də əl işlərinizi mən görmüşəm. Elə zoğal mürəbbəsini hamımız bişirə bilirik, düzdürmü? Amma Sevil xanımla Zibə xanımın bişirdiyi zoğal mürəbbəsinin xüsusi bir dəyəri var. Mən bunun anlamını bilmirəm ki, necə bişirir gülü, akasiya mürəbbəsin, yasəmin çiçəyi, akasiya və s. Və buna görə də mən çox arzu edirəm ki, bu məhsulları birləşdirək sizlərin sayəsində. Sabah dediyimiz kimi iş yerimiz olsun, satışımız olsun. Zibə xanım, sizin də istəyərəm ki, bir sözünüzü eşidim mən. Yəni xanımlarımıza məsləhətinizi ki, bax o çörəkdən tutmuş, o bişirdiyiniz mürəbbələrə yeməyə qədər. Çünki siz özünüz o qədər bacarıqlı bir xanımsınız. Həvva xanım deməli. Evdə otursaq belə bu gözəlliyi siz yaradırsınız. Laçında oturub, Laçınlılar Bir arada. nə isə müzakirə edir. Allahın bu gününə çox şükür olsun. İkinci də hamımız qadını, Allaha şükür. Bütün
bütün rayonların qadınlarının qabiliyyəti də var, qonaqpərvərliyi də var. Amma heç kimin ciməsin Laçına çatan yoxdur. Qonaqpərvərliyində də, qabiliyyətdə də, hər şeydə. Əmoğlumun qızıdır. Mehribançılıqda da hələlik Laçına çatan yoxdur. İkinci də ki, nə bilim, indi Allah verib də yəqin ki, o qabiliyyəti. Bəli, qabiliyyət. Bəzi özün yaxşı bilirsən ki, məndə xəstə var, ona görə heç nə edə bilmirəm. Düzdür, amma təşəbbüs göstərirsiniz, bizlərə istiqamət Ona görə verirsiniz. də kim nə istəyirsə göstərərəm, göndərərəm içərsə. Əslində mən bilirsiniz, bu baxımdan Samira xanıma da təşəkkür edirəm. Bu günlər bizim yanımızdadır. Ruxsarə xanıma da təşəkkür edirəm. Yanımızdadır. Şəlalə xanıma da. Əl işləridir hamısı. Xüsusi bir ziyafət geyimindən geyinmək üçün, toxumaq üçün belə şeyləri də bacarırım. İnşallah. Belə, indi siz mənə xanıma bu gün bu cürə danışdınız, düzdürmü? Maşınlarımızla belə təşkil eləyərik. Reyhan xanım işlədiyi yerə baxarıq, tikiş sexi var burada. Sonra Gülabinin özünün böyük bir yeri var, məhsulları var, ora baxarıq. Qaleriyamız var, ora baxarıq. Bir-iki yerə, nə mənada baxış keçirdək. Sabah Reyhan xanım orada baxanda görəcək ki, bu tikiş sexində bu işi görüblər. Nigar xanım, zəhmət olmasa burada durun bir dəqiqə sizi mən təqdim edeyim belə. Bizim xanımlarımıza deməli mürəbbədən tutmuş, qablaşdırmaya qədər tutmuş, idarəçiliyə, liderliyə qədər bütün potensial olan bir xanımdır. O da bizim xanımlarımız kimi utancaq və deyərdim ki, bacarığın tez reklam etməyi istəməyən bir insandır. Amma zəhmətinin bəhrəsi o qədər böyükdür ki, və bu gün onların Can Laçın restoranı, bu çay evi biz sizə görə bura gəlmişik. Və Nigar xanımın bu məkanında mən arzu edirəm, həm içəridə şərait var, həm çöldə şərait var. Bu gün bizə yer verirlər, biz hansısa restoranda içəridə yüksək səviyyədə otura bilirik, düzdürmü? Məktəbdə otura bilərik, klubumuzda var, otura bilərik. Amma bu məkanın özəlliyi Nigar xanımın bizi qarşılamasından asılı oldu və onların gözəl-gözəl məhsullarından burada dadmamızdan ibarət oldu. Həqiqətən özlərinin hazırladığı mürəbbələr var burada, şirniyyatlar var burada. Mən deyərdim, hətta meyvə qurularına qədər burada. Və bununla yanaşı bizim orada səbətimiz var. Aysu xanım, Aydan xanım, onun zəhmət olmasa bura gətirin. Niyə görə göstərirəm? Və sizin də məhsulları məhz biz Nigar xanım kimi öyrənib, örgədib və bunların hamısının eybi yoxdur. Biz burada sadaladığımız Can Laçının məhsulları fikir verin. Qan təpərimiz özündən, kəhliyotumuz özündən, it burnu özündən. Sonra başqa burada da var. Hər bir şey, hər bir soğumaz çiçəyi. Yemişanın mürəbbəsini mən alıb yemişəm, çayda içirəm və dəmliyib içirəm. Təzyiqimizə filan xeyir olan bir məhsuldur. Sonra turşuları göstərmirəm, kompotları göstərmirəm. Soyuq çayları, cökə çiçəyi. Gedib Bakıdan 20 manat verib bu boyda alırıq. Düzdürmü? Yəni mən burada 5 manat. Bəli, burada 5 manat. Yəni mən xanımlarımız, əziz xanımlarımız, bunları göstərməkdə məqsədim odur ki, bu gün sahibkarlıq nədir bilək, bilirik daha doğrusu. Baxın, hər biriniz evinizdə necə məhsulları hazırlayırsınız və bu gün utanmadan, çəkinmədən biriniz çay evi açın, biriniz çörək evi açın, biriniz şirniyyat açın, biriniz restoran açın. Baxın, Nigar xanımın o riskə girməyiniz, qorxmuysa o riskdən. Mən məsələn özüm Bakılıyam da. Bəli. Mən dükanı idarə eləyirdim. Qalxdım, buranı gördüm, zəng elədim, icarə götürdüm. Niyə də yox? Risk eləyiz, nə var ki burada? Çox sağ olun. Qonaq gözləyirəm. Mən də sizə dərin təşəkkürümü bildirirəm və ona görə ki, Nigar xanım, bilirsiniz, həm sizin isti münasibətiniz, səmimiyyətinizdən əlavə digər gözəl məhsulları da bizə siz burada verirsiniz. Yəni, ərmağan edirsiniz. İşlər də istəyə bilər, Ay, spasiba. Mən çox və bu gün Təranə xanım da buradadır. Sizi güzel, Allah razı olsun. Doğrudan çok sağ olun. Mənim üçün çox bu böyük bir bir dənə xudmani, bir dənə divan qoydum, bir dənə stol. Bir adam gəlsin, özüm olur da mən çox işləyirəm. Mən 20 saat gündə işləyirəm, 20 saat, cəmi 3 saat yatıram. Deyirəm ki, mən dincəlmə ehtiyacım var. Mən orada otururam, kompüterimi açdım, telefonumu açdım, dəftərlərimi açdım, kitabımı açdım.
2 saat mənim üçün o dincəlmə bizə lazımdır. Çay istəyirəm, bəli, ancaq çay istəyirəm. Kaş bu biraz mərkəzdə o yuxarıda olaydı. Gözəl. Bura daha yaxşı. Hamılar sonra yaxşı. Gözəl istidir. Bizə görə qonaqlarım, qızlarım nə var? Söhbət olmur. Yox, heç elə Yemək. Bilmirəm hara gedəm. Təsəvvür edirsiniz ki, В любое время, в любой момент. oturub rahatçılıqla. Gəl, baxın, Demək bu gün bura gəldiyimiz üçün bu gün təlimimizin də təlim deməklə görüşümüzün birinci günüdür. Bəli, bu görüşə görə hər birinizə dərin təşəkkürümü bildirirəm və hər birinizin bacarığı bizim üçün, ümumiyyətlə dövlət üçün çox dəyərli və vacibdir. İnanıram ki, biz bir neçə gün bir yerdə olacağıq inşallah və o günlərin dəyərin gözəl şəkildə keçirdəcəyik. İndi istəyirəm ki, hamımız bu söhbətimizi yenidən çay süfrəsi arxasında davam etdirək. Mənə elə gəl tələsən yoxdur, düzdürmü? Hələ ki. Reyhan xanım tələsi deyəsən. Tələsməyin. Bu qədər məndən inanıram ki, növbəti günlər biz daha çox yeniliklə tanış olacaq və mənim sizlərə deyəcək o qədər yeni fikirlərim var ki, hətta istiqamət verə biləcəyim yerlər var. Bundan başqa sizin qabiliyyətləri aşkarlamaq üçün hər birimizin məhsullarından Şəlalə xanım dedi ki, mən əl işlərimdir, Nəzakət xanım hörmədir, Təminə xanım digərdir, Qəşəng xanım digərdir, Leyla xanım yəni çörəyimizi yeyərik burada, ev yoxdur. Yəni bunları nə? Və ən sonda bizi yekun olaraq 5 gündən sonra, 2 gündən sonra demirəm, biz hansı ki məsələlərə gedib tanış olarıq və bir görüşməmiz var, sürpriz görüşmə olsun o. İnanıram ki, o görüşmə hər biriniz üçün xoş ola bilər və inanıram ki, danışdığımız bu sözlər burada qalmasın. Qəşəng xanım, ötən illərdə belə bir görüşümüz olmuşdu məktəbdə. Bir neçə insanlar işlə təmin olundu. Bir neçə insanlar. Düzdür, otel şöbəsində oldular, sonra şirniyyat sexinə qoşulanlar oldu, restoranlara gedən oldu və Xan kəndinə hətta gedib işləyənlər oldu. Özünə salon açan insanlar oldu. Düzdür, salonlar var, amma digər yerdə salon kimi evdə belə işləyənlərimiz var. Biz də çalışarıq ki, bu gözəlliyi sizlə birlikdə yaradaq. Məndən hələ ki bu qədər. Buyurun çayımıza. Yazdı siz paylaşın. Bunda özəl pişiriblər. Adı